Deməli, müraciət obyektləri var məcnunun sonunda. Aha, deyin. 10 dənə müraciəti var ümumi olaraq. Aha, deyin, hansılardır? 9 yaşına xitab edir. Daha sonra deyir ki, torpağın altına gir, ondan xəbər al. Sonra Şama müraciət edir. Deyir, niyə qaçırsan, qaçmağı niyə bəhanə edirsən? Mən deyir, Bəxtiqaradan niyə gizlənirsən? Hansı ki, də gecələr işıqlandırdı. Sonra Eymah müraciət edir. Deyirsən, onun yoldaşı, o da sənin kimi hayırlı, gözəl idi. Daha sonra ey torpaq, ey göylərin qarşısında fəxr et ki, o sənin qoynundadır artıq. Sonra burada deyirsən ilana müraciəti sonra. İlan deyir ki, o saçların içində mən inləyirəm də. Deyirsən, onun Zülfünnün rəqibi olma. Sonra qarşıya müraciət edir. Deyir, hicranlı canım ona bağlıdır. Ömrünə müraciət edir. Deyir, dünya gözümdə qaraldı. Sonra canına müraciət edir, xəstə bədəninə deyir, vida et can, öz canına deyir. Sonra bu qədər. Hələ müraciət edir müəllimə, deyir ki, insafın olsun da, mənim bu qəmimə son qoy. Axırda da ya Rəbb deyir, Allaha müraciət edir, deyir ki, daha məni bu dünyada zəlil xar eləmə. Yəni